Salam dostlar. Bu günləri sizinlə bu cür gözəl bir Extreme Ultra barəsində danışacaq. Nə lazımdır bu Extreme Ultra? Yəni çox vaxt elə olur ki, kondisioneri qurusan, yayda işləmir. Gedirsən freon vurursan, 1 ay, 2 ay işləyir, 3-cü, 4-cü ayda görsən ki, yenə işləmir. O nə deməkdir? O deməkdir ki, freon balaca bir deşik tapıb oradan sızıldayır. Yəni o saat da çıxmır, ancaq nəsə bir sızıltı var, ona görə yavaş-yavaş oradan çıxır. Həmin o zaman sizə bu Extreme Ultra dediyim lazımdır. Özündən demək, nədən ibarətdir bu Extreme Ultra? Belə bir şprisdir, gördüyümüz kimi. Özdə İtaliya istehsalıdır. Original əsas odur, yəni ki, poddelka olmasın, saxta olmasın, ancaq original. Belə bir şprisdir. Bunun tək bir şprisdə satılır, qiyməti ucuzdur. Ancaq belə deyək, komplektlə də satılır. Bu belə deyək də perixodnikdir. Yəni ki, maşın kondisionerinə qoşulan bir adapterlərdir. Bir də belə bir cüzi bir şlanqdır. Belə deyək də, yəni həm kondisioner, ev kondisioneri təmir eləmək olur, həm də maşın kondisionerini. Ev kondisionerini necə təmir eləyirlər? Gördüyümüz kimi, bura qoşulur şprislə. Yəqin ki, görünür də monitorda, bəli. Ekranda, telefonun ekranında görünür. Maşın kondisionerini də düzəltmək üçün, bax bu. Adapterla qoşulur, gördüyümüz kimi. Bu şprisin içində 6 milli demək maddə var. Germetik, belə deyək də, germetikdir. Bu 6 millini polunu boşaltmaq lazımdır. Yəni fərq eləmir. Sizə məsələ yarım litr freon gedirsə maşına, ya 1 litr yarım getsə də patoloku budur, 6 millidir. Yəni Extreme Ultra'nın Extreme White da var, 30 milliliklər də var. Ancaq bu Extreme Ultra, bu model ən gözəlidir, ən belə deyək də, bugünkü gündə ən keyfiyyətli Extreme Ultra'dır. Demək, əsas məsələ nədir? Mən oxudum, çox adam şərhlərdə yazır, istifadə eləmişəm, həmçinin məsələ keyfiyyətsizdir. Demək, hardasa da səhvi var. Əvvəla, alanda bunun tarixinə baxın. Yəni ki, tarixi keçmiş olmasın. Elələri var ki, gedir, nə bilim, ucuzvari Avropadan gətirir, 5 ilin, 10 ilin malıdır, hansı ki, öz keyfiyyətini itiribdir. Əlbəttə ki, onun nəsə bir xeyri olmayacaqdır. Birincisi. İkincisi də ki, bunu eləyən zaman əsas odur ki, düz eləyəsiniz. İndi mən sizə danışım necədir. Demək, əsas odur ki, sizin kondisioner işləsin. Yəni, işləməyən, tam orada freon olmayan kondisionerin bunu doldurmağın mənası yoxdur. 10 dənə bundan olsa da onu tökməyin mənası yoxdur. Əsas nədir? Çünki o freon sərdə devran eləyir, belə deyək də, gedir özü o deşiyi tapır, oranı doldurur, plompluyur, germetizasiya eləyir, belə deyək də, dediyim kimi. Demək, odur ki, sizin kondisioner işləməlidir. Yəni ki, siz gedin, tam boşdursa da, freon yoxdursa da, kondisioneriniz heç soğutmursa da, gedib əvvəla ora freon vurmaq lazımdır. Freon vurandan sonra gəlirsiniz, kapotu açırsınız, maşını xodlayırsınız, kondisioneri qurursunuz, yəni 16 dərəcəyə, ən aşağı dərəcəyə. Gedirsiniz, ondan sonra kapotu açırsınız, bu bir dəqiqə, tapırsınız, bu niski davleniya, aşağı davleniyanı açırsınız, ora demək, bu adapteri qoşursunuz, dediyim ki, bu şpritsə, qoy bir də göstərim, demək, bu şlanq qoşulur bu şpritsə, beləcənəs. Bu adapter isə qoşulur bunun bura. Beləcənəs. Yox, bizə dəqiqə, belə. Bu bura qoşulur, bu da bura qoşulur. Bax, gördüyümüz kimi. Yəni, tək əllə heç belə düzəltmək olmur, bağlamaq olmur bunun yerinə. Yəni, elə gəlir ki, hər şey aydındır burada. Açıq aydın bir şeydir. Heç bir çətinliyi yoxdur. Ondan sonra bu adapteri qoşursunuz. Dediyimiz bunu asandan sonra krişkasını, qapağını, bunu qoşursunuz buna. Yavaş-yavaş, asta-asta bu 6 millini boşaldırsınız ora.
Yavaş-yavaş, bax buradan bassız risk eləmək də lazımdır. Çox asta da eləmək lazımdır. Belə deyək də, belə getsin. Belə. İntihası həmin moment maşın işləyir, kondisioner işləyir. Əsas məsələ o da, qardaş. Yəni, maşın işləməsə, kondisioner işləməsə, bunun xeyri olmayacaqdır. Bunu asta-asta vurursunuz, bəliyirsiniz, getdi. Əsas bir məsələnin də biri odur ki, ondan sonra, bunu eləyəndən sonra qapağını çıxardısınız adapteri. Maşın minimum yarım saat, yəni 30 dəqiqə işləməlidir. Kondisioneri qurulu. Yəni tam bunu vurum, əldən qoyum, bəliyim, çıxım gedim, ağzını bağlayım, maşını çıxım gedim. Yox, maşını söndürüm, kondisioneri söndürüm, söhbəti deyil. Onda xeyir olmayacaqdır, qardaş. Əsas odur ki, bunu içəri, demək, kondisionerin bu adapterlə vurulandan sonra, yükləyəndən sonra minimum ən azı 30 dəqiqə, yəni yarım saat maşın kondisioner işləməlidir. Bunun əsas məsələsi nədir? Bunu niyə eləmək lazımdır? Bu demək, bu gördüyümüz maddə, germetik, qoşulur freona. İçəridə devran eləyir, neçə abarotda, o sürətlə devran eləyir. Özü gedir, bunun mikroçastitsaları deyək də, atomları. Gedir harda balaca bir deşik görürsə də, yavaş-yavaş oranı doldurur. Ona da vaxt lazımdır. Yəni, nə 1 dəqiqə, nə 3 dəqiqə, 5 dəqiqə ilə deyil. Minimum ən azı dediyimiz kimi 30 dəqiqə vaxt lazımdır. 30 dəqiqə demək, ən birinci gedir bunun lap belə balaca atomun, belə deyək də, biri yapışır. Nə bilim, 2 saniyədən sonra ikinci, üçüncü, 5 üstə gəlib belə o deşiyi əməlli başlı doldurur. Ondan sonra demək olar ki, kondisioneriniz olacaq top kimi. Yəni, kim nə yazır, yazmır, onu inanıb inanmaya bilərsiniz. Amma mən şəxsən öz avtomobilimə, yəni çox belə bir baş ağrısı idi. Ən belə dəhşəti də odur ki, yekə deşik olanda, hardasa qırılanda, nə bilim, belə deyək də, DTP-dən sonra, avariyadan sonra o saat tapılır da, bilirsən ki, hardadır. Amma mikro deşik olanda ən balaca, onu tapmaq zülümdür. Mən məsələsi getdim bu, belə deyək də, bu lampadan aldım, ultraviolet, görürsünüzmü? Yəni, ən birinci getdim bir servisə, kalan pul verdim, onu yüklədi, freonu yüklədi, sonra ora rəng qatdı, o rəngi qatır ki, deşikdən hardan ki sızıldayır, oranı ultravioletlə eləyəndə gecə, o saat bilirsən ki, burada deşik var. İnansızmı? Yəni, bir 5 dəfə onun yanına getmişəm, get, axtarır, qardaş, yoxdur. O, hardan sızıldayırsa da tapmaq olmur. O boyda vaxt, nervi, pul, hamısı bir rasxoddur da. Ancaq bunu aldım, özümcəz. Yəni, nə servis lazımdır, nə bir şey. Dediyim qaydada eləyin. Əsas odur ki, dediyim qaydada eləyin. Görürsünüzmü? Yəni, burada instruksiya heç nə də yoxdur. Yəni, necə eləmək lazımdır? Əsas odur ki, mən dediyimə riayət eləyin. Ondan sonra bütün problemləriniz həll olunacaq. Həll olunmasa, bunun 2 dənə mənası var. Ya, mikrosızıltı söhbəti deyil. Ola bilsin ki, oradan hardansa çatlayıb, qırılıb, yekədir də o deşik. Ya da ki, siz bunu ora bəliyəndən sonra, yükləyəndən sonra, vurandan sonra kompresorun içinə gözləməyibsiniz. 30 dəqiqə xoddulu qoymuyursunuz. Bunun demək 2 dənə yolu var. Hər şey düzgündürsə də, uyğundursa da, demək olar ki, 100% kondisioner top kimi işləyəcək. Özdə 1 il, 1 ay, 2 ay, 3 il, 1 il yox. 2, 3, 5, 10 ildə ola bilər, 20 ildə ola bilər. Çünki bu maddənin özü elə bir, nə bilim, belə deyək də, innovasyon bir maddədir ki, bu nə çatlayan deyil, nə qopub düşən deyil, heç bir problem olası deyil. Bəli, əsas dediyim odur ki, özdə elektrik avtomobillərdə yarayır, ev kondisionerlər dediyimiz kimi də yarayır, maşın kondisionerində düzəldir. Yəni, bu Avropada cəmaət çoxdan onu istifadə edir. Əsas odur ki, orijinal olsun, qardaş. Bir dəqiqə Kitayın saxta malları o qədərdir ki, 5 manat artıq olsun, bu orijinal alın. Tanıdığınız, bildiyiniz yerdən alın. Bir də buraxılış tarixinə bir fikir verin. Nəsə bir sualınız olsa şərhlərdə yazın, kanalımıza abunə olmağı unutmayın. Çox belə faydalı məsləhətlər olur. Sağ olun, salamat qalın.